14-cü bölüm. Yadda saxla. Dahi 99% ilham deməkdir. Tanınmış ixtiraçı Thomas Edison, dahi 1% ilham, 99% zəhmət deməkdir deyir. Əlbəttə, mən inanıram ki, inadkar zəhmət, uğurun və özünə realizənin ayrılmaz hissəsidir. Buna baxmayaraq hesab edirəm ki, ilham və inam öz dünyanı dəyişməyə daha vacibdir. Bütün dünyada şöhrətli dahilər başqalarının həyatını yaxşılaşdırmaq eşqindən ilhamlanıb hərəkətə gəliblər. Bioqrafiyaları ilə tanış olaraq görərik ki, onlardan çoxunda bu istək böyüyərək əsl ehtirasa çevrilib. Bu his bu insanları bütünlüklə sarıb, onların beyinlərinin hər bir hüceyrəsini məşğul edib. Edison təsəvvürünün ekranında görünən xəyalları həyatda canlandırmaq eşqi ilə alovlanırdı. Aliye Mielitin vaksini kəşf etmiş Jonas Salkanı bu xəstəliyə düçar olmuş insanları dəhşətli istirabdan xilas etmək arzusunu ruhlandırırdı. Böyük alim və Nobel mükafatı laureatı Marie Curie radiumu kəşf üzərində işləyərkən bəşəriyyətə xidmət arzusundan ruhlanırdı. Woodrow Wilson demişdir: siz ona görə burada deyilsiniz ki, öz mövcudluğunuzu sürdürəsiniz. Siz bu dünyaya onun sərhəd və perspektivlərini genişləndirmək, onu ümid və yeni nailiyyətlərin təzə tər havaları ilə doldurmaq üçün gəlmisiniz. Siz dünyaya onu zənginləşdirmək üçün gəlmisiniz. Bu yüksək missiyanı unutmaq, özünü özündən oğurlamaq deməkdir. Sənin həyatında da ilham yeri tapıldı mı? Səhər yerindən sıçrayıb durursan, yoxsa ifadə olunmayacaq ruhi boşluq hissi ilə yenidən uzanmağa davam edirsən? İlham qıtlığı hiss edəndə özünü kamilləşdirmə haqqında kitab oxu və ya səni hərəkətə gətirəcək musiqini dinlə. Sevimli mühazirəçilərin tədbirində iştirak et və ya öz kumirlərindən birinin tərcüməyi halını oxu. Öz işlərini sevən və həyatlarında hər şeyin ən yaxşısına can atan adamlarla ünsiyyət qur. Özündə kifayət qədər ilham yarada bilsən, həyatının keyfiyyətini dəyişmiş olarsan. 15-ci bölüm. Məbədin qayğısına qal. Bir neçə ay bundan əvvəl mən mühazirəçi həmkarlarımdan biri ilə nahar edirdim. Biz toparlanmış və mütəvazi qalmağımıza, sıx qrafikimizə baxmayaraq imkanlarımızın pik xəttində çalışmağımıza imkan verən üsullarımızı müzakirə edərkən həmkarım çox doğru olan qeyd etdi. O dedi: çoxları müntəzəm olaraq kilsəyə və ya məscidə, belə deyək ki, məbədə gedirlər ki, daxili güclərini toparlasınlar və həyatın qarşıdakı çətinliklərinə hazırlaşsınlar. Mən onlardan bir qədər fərqlənirəm, çünki öz məbədimə, idman zalıma gedirəm. Sonra mənim həmkarım əlavə etdi ki, işlərin çox olmasına baxmayaraq hər gün 17:30-da ofisi bağlayır və bir qaçış trenajöruna qaçmaq üçün idman zalına gündəlik ziyarətini həyata keçirir. Ona sağlamlığını möhkəmləndirmək və özünü xoşbəxt hiss etmək üçün bu vaxtı ayırmağına heç nə mane ola bilməz. Dostumun mülahizələri mənə birinci kitabım olan Mega həyatda qeyd etdiyim qədim bir Roma atalar sözünü xatırladı. Ens sana in corpore sano, latınca tərcümədə sağlam bədəndə sağlam ruh olar mənasını verir. Biz uzun və mənalı ömür sürmək istəyiriksə, öz bədənimizə məbəddə yaşadığımız kimi yaşamalı və onu müqəddəs saymalıyıq. Müntəzəm məşqlər təkcə sağlamlığı möhkəmləndirmir, həm də aydın düşünmək qabiliyyətini inkişaf etdirir. Onun yaradıcı mənşeyi oyadır. Bundan başqa məşqlər həyatda tez-tez rastlaşdığımız güclü stresslərdən uzaqlaşmağa kömək edir. Xüsusi araşdırmalar göstərir ki, fiziki çalışmalar həyatı təkcə mənalı etmir, həm də ömrü uzadır. Harvard Universitetinin 18.000 məzunu arasında fiziki çalışmaların insan sağlamlığına təsirini öyrənmək üçün keçirilmiş tədqiqatlara əsasən mütəxəssislər bu qənaətə gəlmişlər ki, hər bir saatlıq idman bizim ömrümüzü 3 saat uzadır. Uzunömürlüyə gəlincə çətin ki, fiziki çalışmalardan daha effektiv vasitə tapılsın. Başlıcası xatırlamaqdır. Kim ki fiziki çalışmalara vaxt sərf etmir, həmin vaxtı xəstəliklərin müalicəsinə sərf etməli olur. Şəxsən mən həftədə 5 dəfə üzgüçülüklə məşğul olmağı qarşıma məqsəd kimi qoymuşam. Üzgüçülük orqanizmə təbiətini hələ də kəşf edə bilmədiyim nə isə xüsusi bir bərpədici təsir göstərir. Təəssüf ki, mənə nəzərdə tutulmuş plana qətiyyətlə əməl etmək nəsib olmur. Lakin bu yüksək məqsəd ümumi müvəffəqiyyətim və həyatımın keyfiyyətini yaxşılaşdırmağım üçün məni fiziki formamı yaxşı saxlamağa diqqət yönəltməyə məcbur edir. Üzgüçülük hovuzunda hər məşq həmişə eyni nəticəni gətirir. Mən enerjimi bərpa edərək özümü sakit, təmkinli və xoşbəxt hiss edirəm. Öz fiziki inkişafımla məşğul olarkən mən həqiqətən çox qiymətli qabiliyyət əldə edirəm.
dünyanı onun həqiqi rənglərində görmək qabiliyyətini. Hər dəfə 40 dəqiqə üzdükdən sonra qarşımdakı tapşırıqlar mənə daha asan, istənilən xoşa gəlməzlik isə kiçik və mənasız görünür. Bu anda mən hiss edirəm ki, mənalı ömür yaşayıram. Fiziki mənbədimin qayğısına qalmaq mənə xatırladır ki, ən böyük məmnuniyyətlər ən sadə işlərdə əldə oluna bilir. 16-cı bölüm. Susmağı öyrən. William Wordsworth müdrikcəsinə deyib, fani dünya bizi əlimizdə olan yaxşı şeylərdən ayıranda, qayğılar çəkilməz olanda, zövq almaq çətinləşəndə, tənhalıq necə gözəl və xoş olur. De görək sonuncu dəfə susmaq və huzur hiss etmək sənə nə vaxt müəssər olub? Axırıncı dəfə nə vaxt xəsislik etməyib, ömründən böyük bir hissəsini tənhalığın sənin ağlını, bədəninin və ruhunu canlandıracaq, inkişaf etdirəcək və bərpa edəcək enerjisi ilə dolmaq üçün ayırmısan. Dünyada mövcud olan bütün müdrik ənənələr bir məsələdə müttəfiqdirlər. Əs həqiqi mənşəyinlə əlaqəni yeniləmək və öz daxili möhtəşəmliyini dərk etmək üçün sən vaxtaşırı sükuta dalmalısan. Əlbəttə sən çox məşğulsan. Ancaq Toro dediyi kimi məşğul olmaq şərt deyil. Qarışqalarda çox işləyirlər. Əsas nə ilə məşğul olmaqdır. Sükut etmək bacarığı barədə düşünəndə mənim qoca mayak gözətçisinin əhvalatı yadıma düşür. Yaxından keçən gəmilərin qayalıqlı sahildən uzaq gedə bilməsinə kömək edən mayakın odunu saxlamaq üçün onun müəyyən miqdarda yağı var idi. Bir dəfə yaxında yaşayan qoca mayak gözətçisindən daxmasını işıqlandırmaq üçün azca yağ istəyir. Qoca gözətçi tərəddüd etmədən qorusuna kömək edir. Növbəti gecə gözətçinin yanına yorğun bir yolçu gəlir və ondan öz fənəri üçün yağ istəyir ki, qaranlıqda yolunu davam edə bilsin. Gözətçi bu xahişə də laqeyd qala bilmir. Yolçunun istədiyi qədər ona yağ verir. Növbəti gecə gözətçi qapının tıqqıltısından yuxudan oyanır. Qapını döyən qadın yalvarır ki, evini işıqlandırıb ailəsini yedizdirmək üçün gözətçi ona yağ versin. Gözətçi bu dəfə də imtina edə bilmir. Tezliklə onun yağı qurtarır və mayak sönür. Yaxından keçən gəmilərin çoxu qəzaya uğrayır və dənizçilər həlak olurlar. Bütün bunlarsa məhz ona görə baş verir ki, qoca gözətçi özünün əsas vəzifəsinin nə olduğunu unudur. O, özünün birinci dərəcəli vəzifəsinə başı soyuq yanaşır və bunun bədəlini başqalarının həyatı ilə ödəməli olurlar. Gündə heç olmasa bir neçə dəqiqə təkliyə çəkilmək və sən öz başlıca həyat prioritetlərini diqqətini cəmləyə bilər və çoxumuzun etdiyimiz kimi öz prioritetlərinə soyuq yanaşmazsan. Mənim özümlə baş-başa qalmağıma vaxtım yoxdur demək isə öz maşınını sürmək üçün vaxtım yoxdur deyib benzinsiz qoymaq kimi bir şeydir. Benzin tökməyəcəksən, getməyəcəksən. 17-ci bölüm. Sənin ideal qonşuların. Kimdir onlar? Mənim özünü dərkə gedən yolda əsas işlərimdən biri də o adamların siyasını tutmaqdan ibarətdir ki, onlarla qonşuluq etmək istərdim. Bu, bir fincan kofe içməyə qaçmaq və ya hansısa bir gülməli əhvalatda birgə gülmək istədiyim kişilər və qadınlar idi. Bir vaxt sağ olanlar və mənim müasirlərim. İdeal qonşuları seçmək proseduru isə sənə insanlarda hər şeydən artıq qiymətləndirdiyin cəhətləri xatırladacaq. Nəhayət, bu ömrün 30 dəqiqəsini gözəl keçirmək deməkdir. Mənim siyahıma düşən adamlar bunlardır. Norman Vincent Peale, Pozitiv Düşünməyin Gücü kitabının müəllifi. Henry David Thoreau, böyük Amerikan filosofu, mənim ən sevdiyim kitablarımdan olan Walden'ın müəllifi. Baltasar Gracian, İspaniyanın böyük yazıçılarının mərtəbəsinə yüksəlmiş Jesuit sxolastiki. Billie Holiday, böyük caz müğənnisi. İnsan haqları müdafiəçisi Nelson Mandela. Og Mandino, yaşamağın ən yaxşı yolu. Uğur Universiteti kimi özünün inkişaf kitablarının müəllifi. Tereza Ana, məşhur humanist. Richard Branson, Britaniya maqnat və səyyahı. Pierre Elliott Trudeau, Kanadanın baş naziri vəzifəsinə uğur qazanmış insan. Miles David, əfsanəvi trubaçı. Məhəmməd Əli, boks üzrə dünya çempionu. Benjamin Franklin, böyük ictimai xadim. İndi isə bir küçədə yaşamaq istədiyin adamların siyahısını cız. Sonra fikirləş ki, bu adamların hansı cəhəti sənin rəğbətinə səbəb olur. İndi sən bu cəhətləri özündə inkişaf etdirməyə çalışa bilərsən. Həyat haqqında aydın təsəvvürə malik olmaq üçün əvvəlcə həyatın nə olduğunu anlamaq lazımdır. Olmaq istədiyin şəxsiyyətə çevrilmən üçün isə
Bilməyin lazımdır ki, bu insan hansı xarakter cizgilərinə malik olmalıdır. 18-ci bölüm. Günəşin ilk şəfəqləri ilə oyan. Yataqdan tez qalxmaqla sən özünə bir hədiyyə etmiş olursan. Bizim mənimsədiyimiz vərdişlərin az bir hissəsi yuxudan erkən durmaq qədər həyatımızı dəyişə bilməz. Səhərin ilk saatlarında isə xüsusilik vardır. Sanki zaman öz sürətini azaldır və ətraf bir sakitliyə bürünür. Yuxudan 5-də qalxanlar klubuna üzv olmaqla sən həyatını sənə ağalıq etməyinə imkan vermədən öz həyatını ağalıq edə bilərsən. Öz yatağından xilas olmaq döyüşündə qələbə qazanmaqla sən qarşındakı günün ən həlledici məqamında onun başlanğıcında ən azı 1 saat ruhi sakitlik mükafatı alırsan. Bu anı müdrikliklə nizamlasan. Sən günün qalan hissəsini gözəl keçirə bilərsən. Ferrarisini satmış rahib kitabında mən oxuculara belə bir çağırış etmişəm. Gəlin günəşin ilk şəfəqləri ilə oyanaq və bu vərdişi əldə etmək üçün silsilə ideyalar təklif etmişəm. Səhər saat 5-də oyanmaq vərdişinə yiyələnməklə həyatlarının keyfiyyətini dəyişməyə nail olmuş insanlardan aldığım çox saylı məktub, elektron məlumat və fakslardan qəti nəticə çıxarmışam ki, bu həyatı uğurlu etməyin qanunlarından biridir və sənin həyatının ayrılmaz hissəsi olmalıdır. Bunu etməklə sən dövrümüzün ən görkəmli şəxsiyyətlərinin Mahatma Gandhi, Thomas Edison, Nelson Mandela'dan başlamış, Ted Turner, Mary Kay Ash'dən bütün böyük bir dəstəyə qatılmış olursan. Rahibin oxucularından biri marketinq üzrə mütəxəssis mənə yazmışdır ki, erkən oyanma vərdişi onun stresi meylini o qədər azaldırıb ki, iş yoldaşları ona aşağıdakı sözlər yazılmış pres papya bağışlayıblar. Bizim ruhən yenilənmiş əməkdaşımız. Nə edirsiniz, edin, bunu davam edin. Siz bizim ilham mənbəyimizsiniz. Yuxucul olmağa davam etsən də özünə təntənli vəd ver ki, bu vərdişdən hər gün aktiv fəaliyyət üçün daha artıq vaxt qoparmağa nail olursan. Beləliklə, onun ailə üzvləri dərin yuxulayarkən o səhər 6-dan yuxudan qalxır. Sonra 5:30-da, sonra isə 5:00-da. Özünə bağışladığı bu vaxtı isə həmin qadın əvvəllər 1 dəqiqə belə ayıra bilmədiyi sevimli işinə həsr edir. Daxilindəki ocağı yenidən yandırmaq, ruhunun itirilmiş kimi görünən hissəsi ilə bağlılığı yeniləmək üçün o klassik musiqi dinləyir, məktub yazır, klassiklərin əsərini oxuyur və ya gəzintiyə çıxır. Tezdən durmaqla bu qadın yenidən öz qayğısına qalmağı bacarmağı əldə edib. Yeni vərdişinin sayəsində bu qadın özünü ana, həyat yoldaşı və mütəxəssis kimi daha yaxşı göstərməyə başlayıb. Özündə tez oyanma bacarığı yaratmaq üçün ilk növbədə xatırlamaq lazımdır ki, yuxunun uzunluğu deyil, keyfiyyət əsas rol oynayır. İnsan üçün gün ərzində 6 saat fasiləsiz yuxu, 10 saatlıq narahat və ayıq yuxudan daha xeyirlidir. Sənə yerinə yetirəcəyin halda möhkəm yuxunu təmin edəcək 4 məsləhəti vermək istəyirəm. Yatmağa çalışarkən ötən gün hadisələrini beyində fırlatma və yeni günə plan qurma. Axşam saat 8-dən sonra yeməkdən uzaq dur. Yatmazdan öncə televiziyadan xəbərlər izləmə. Yataqda uzanıb kitab oxuma. Bir neçə həftə ərzində özündə bu vərdişi tərbiyə et. Erkən oyanmaq cəhdlərini çətindir deyib dayandırmaq, bir həftə fransız dili ilə məşğul olub öyrənə bilmədiyim deyib tərk etmək kimi bir şeydir. Həyatını dəyişmək üçün sənə zaman, güc və səbir lazım olacaq. Yadda saxla ki, ilkin qorxu və əziyyət sənin zəhmətinin bəhrəsi ilə, artıqlaması ilə ödənəcəkdir. 19-cu bölüm. Xoşagəlməzlikləri xeyir kimi qəbul et. Lidərlik məsələləri üzrə seminarlar keçirərkən iştirakçılara həmişə belə bir sual verirəm. Kim mənim bu fikrimlə razılaşar ki, bizim ən xeyirli həyat dərslərimizi bizə məhz ən acı təcrübəmiz verir? Zalda əllərini demək olar hamısı qalxır. Mən hələ də təəccüblənirəm ki, niyə biz insanlar acı təcrübələrin pis tərəfinə bu qədər həssasıq və bu zaman heç görmürük ki, o bizim ən yaxşı müəllimimizdir. Səhvlər etmədən, maneələr aşmadan, həyəcan keçirmədən sən müdriklik və bilik əldə edə bilməzsən. Bir dəfəlik bilmək lazımdır ki, ağrı müəllim, uğursuzluq isə uğura tərəf gedən ən doğru yoldur. Yanlış akordlardan vurmadan gitarada çalmağı öyrənmək mümkün deyil. Yelkənli qayaq sürməyi, qayağa bir dəfədə olsun aşırmadan öyrənmək mümkün deyil. Xoşagəlməzlikləri gələn nemət kimi qəbul etməyi öyrən. Yolunun üstündə səni büdrədən daşlardan yuxarıya doğru pilləkən düzəlt.
İstirablarını müdrikliyə çevirəcəyinə and iç. Həyatda məndə başqaları kimi taleyin hazırladığı ağrılarla üzləşmişəm. Heç nəyə baxmayaraq mən şəxsiyyətin ağır sınaqlarına minnətdar olaraq formalaşdırdığının fərqində olmuşam. Məhz ən ağır günlərimizdə biz öz əsl mahiyyətimizi anlaya və daxili gücümüzü dərk edə bilərik. Əgər siz hazırda şəxsi çətinliklər yaşayırsınızsa, onda sizə taleyin növbəti ziqzaq etmək həvəsinə düşəndə Rilkenin mənə qeyri-adi dərəcədə kömək etmiş sözlərini sayğı ilə xatırlamaq istəyirəm. Əgər sizin hələ həll olunmamış problemləriniz varsa, səbir göstərin. Çalışın problemin mahiyyətinə varasınız. Sizə otağa daxil olmağa imkan verməyən bağlı qapı və ya sizin üçün ağır dildə yazılmış kitab kimi. Onun təcili həllinə ümid etməyə dəyməz. Bunu həll etmək üçün siz lazım olan təcrübəni toplamalısınız. Problemlə üzləşən zaman onu dərk edərkən yaşamaq lazımdır. Çox güman ki, tədricən təcrübə yığmaqla siz özünüzdən də xəbərsiz bir gün başa düşərsiniz ki, problemin həllini tapmısınız. 20-ci bölüm. Çox gül. Araşdırmalar göstərir ki, adi 4 yaşlı uşaq böyüklərin 15 dəfə güldüyü müddətdə orada hesabla 100 dəfə gülür. Biz özümüzdə məsuliyyət yükü daşıya-daşıya aktiv fəaliyyətin stresinə məruz qalaraq gülməyi tərk etmişik. Artıq sübut edilmişdir ki, hər gün gülmək əhval-ruhiyyəni yaxşılaşdırır, yaradıcılığa kömək edir və bizi enerji ilə doldurur. Tanınmış komediya aktyoru Steve Martin hər səhər güzgü qabağında 5 dəqiqə gülür ki, öz yaradıcı hüceyrələrini oyatsın və gününü yüksək notla başlasın. Gülüş terapiyasından tibbdə də təkcə kiçik naxoşluqlarda deyil, ciddi xəstəliklərin və müalicəsində də istifadə olunur. Müasir psixologiya elminin atası William James dediyi kimi, biz xoşbəxt olduğumuz üçün gülmürük. Biz ona görə xoşbəxt oluruq ki, gülürük. Həyata müdrik yanaşan dostlarımdan biri yeni il qabağı özünə söz verib ki, bu il çox güləcək. Ayda bir neçə dəfə 3 komik filmin seriallarından almaq üçün video salona gedib, yeni yumoristik kitab alıb, azca vaxt tapan kimi mütaliəyə qapılıb. Adam onsuz da müvəffəqiyyət qazanmış birisi idi. İndi daha xoşbəxt olub və fikir verir ki, özünü təkmilləşdirməyə söz verdiyindən bəri daha tez-tez gülür. Gündəlik həyatını bəzəyən yumura minnətdar olaraq və indiki həyatı daha şən gördüyü vaxtda o həyatının işıqlı tərəfinə daha çox fikir verməyə başlayır. Nəticədə mənim dostum stresə daha az meyilli olmağa başlayır. Bu isə onun peşə nailiyyətlərində öz sözünü dedi. Bax, belə sadə bir vərdiş mənim dostuma öz həyatının effektivliyini və keyfiyyətini dəyişməyə kömək edib. Sən niyə bu nümunəyə əməl etməyəsən? Yaxınlıqdakı video salonlara nəzər sal və özünə yeni çıxan komediyalardan birini seç. Bəzi kitabları, məsələn, Harry Larson'ın Uzaq tərəf kitab seriyalarından və ya Dilbert'in komikslərindən əldə etmək üçün kitab mağazalarına baş çək. Bütün bunlar sənə yenidən gülməyi öyrətməyə kömək edəcək. İtirilmiş şənliyi geri qaytar və bizə coşqun həyat dolu gülüş bəxş edən möcüzələrdən həzz almağı öyrən.